Salam əziz dostlar, xoş gördük ikinci bölümdə. Güney Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin ikinci bölümünü başlayıram və burada xəbər yazaq. Sizə keçən həftə, keçənki dərsdə söz verdim. Bir dənə Çağrı adında, Carçı adında bir səhifə açılıbdır. Telegramda xəbər, Türkçə xəbər yazır və gözəl xəbər yazır. İnsafən mən baxıram bunun səhifəsinə. İcazə buyurun gələk, şuraq ki, bunun səhifə. Əlbəttə, zahirəndə qədimdən açısı fərqalmış. Çünki elə bir tazalıqda işləmir. 2016'nın bunun ən sonu 2016 imiş. İşləmir ondan sonra. Desambrın 28'i Desambr 2016'da işləymiş. Mən sevincəyin ürəyində qaldı. O, yəni, nə deyərlər, qursağımda qaldı. Əlbəttə, gözəl xəbərləri var. Baxırdım, heç diqqət eləməmişdim tarixinə. Sevindiğimdən. Gözəl xəbərləri var idi və istirdim onların üstünü işləyək. Amma heyif olsun ki, bu dostlarımız işləmirlər. Məsələn, onlardan biri xəbərdə dəniz dərçisi qapadıldı. Deyirəm, məshul yazmaq bizim böyük təəssüfənə dərdimizdir. Məshul nə deməkdir? Görün, bunu başlayaq burada. Azərbaycan yazarları mütəəssüfənə bir dənə rəvani mərisliğə mübtəla oldular. Hamımız buna mübtəla olmuşuq. Yazarlarımız. Məshul yazmaq xəstəliyi ki, məshul yazmaq xəstəliyi. Bu məshul yazmaq xəstəliyi rəvani bir mərisliqdir. Oradan gəlir ki, biz çox öz hüviyyətimizi gizlədək, tutulmayaq. Bunun üçün məshul yazılır. Məsələn, adımız hamımızın bir pen neyimiz, mən məshul qondarma deməyim, qondarma sözü tohin amiz olar, tohin edicidir. Onu işlətməyim, onun yerinə işlərim bu sözü ki, pen name, qələm adımız hamımız üstə aradına yazılır. Yəni, məsələn, adımı qoyuram, ıldırım, nə bilim, Babək, Səttar. Yəni, öz adım insafəlidir, amma öz adımdan işləmir. Niyə? İstəyirəm ki, özümdən bir, mən burada çalışıram, istəyirəm özümdən bir əmniyyət dairəsi düzəldən, heç kəs gəlib məni burada tutmasın, müddət həm eləməsinlər ki, sən yazmışsan. İstəyirəm tutulmayam yazam. Bu bir tərəfdən çox yaxşıdır ki, bizə yazmaq imkanı verir, tutulmamaq imkanı verir. Amma bir tərəfdən də bizim camiədə yazdıqlarımızın əsərini azaldır. Çünki əvvələn biz məsuliyyət yazımızın məsuliyyəti qorxurlar bax boynumuza. Məsul ona görə, yəni gizli adlanan əhslər ayrı bir adından yazanda əslində biz qorxuruq ki, öz adımızda yazaq, bizi tutarlar da. Onun üçün də məsuliyyətini alırıq yazılarımızın boynuna. Elə bu bizə bir böyük bir özü müşkül. Onun iki tərəfə gəlir ki, bu şey olsun. Gözəl görürsünüz. Yox, birincisi bu. Amma bu nədən fırlanır? Mən ondan başa baxıram. Ərzən hükmətlə biri oradan gəlir, qorxudan. Elə bir qorxu ki, Rıza Pahlavi dövrəsindən başlayıb deyim ki, əsifənə tarixən. Sonra Şeyx Məhəmməd Xiyabaninin qətli anında camiənin ürəyinə qorxu oturubdu. Sonra Rıza Pahlavi gəlib ki, üstə bir də insanları, türkləri öldürübdü. O qədərlə ki, Qacar padişahlıqlarının oğulları, nəvələri, qızları ziddi Qacar yazıblar. Çünki istəyirdilər Rıza Şaha vəfadarlıq göstərdilər, Rıza Şaha təmcid, Qacarlara tohin yazıblar. Təhdid yolu ki, diri qalmaq yolu idi, buyurdu. Ondan sonra gəlib yetişibdi Pişəvərə hərəkatına. Pişəvərə hərəkatında dilimiz rəsmi olubdu.
Mədrəsələrimiz olub, müəllimlərimiz olub, kitablarımız türkçə olubdu, filan olubdu. Sonra gəliblər bu kitabları yandırıblar, adamları öldürüblər, uşaqları təhqir ediblər mədrəsənin qabağında, müəllimləri təhqir ediblər. Yəni bir dənə böyük təhqir projesi keçibdi. Adamlar görüblər bu dildə yazmağın mücazatı var. Bu dildə yazmaq elə bir Allahı inkar edirsən. O qədər mücazatı var. Elə bir ki, durursan şaha rəsmən güllə atırsan. Azərbaycan türkçəsində yazmaq şaha güllə atmaq hökmündədir. Xümeyniyə, Xameneyə güllə atmaq hökmündədir. Ona görə ki, Xameneyə gəlir deyir ki, evinizdə türkçü danışın, uşaqlarınızı türkçü öyrənin. Çünki yazmayın. Yazmaq demək gülləni, şarjörü, yəni o xişabı güllə ilə doldurmaq və şirkiç eləməkdir. Mən əgər bir cümlə türkçü yazıram burada, bir cümlə xişab doldururam, fars ziddinə hərəkət edir. Fars kültürü, fikri, fars insanı ilə işim yox. Fars düşüncəsi, fars kültürü, fars dili ziddinə bir xişabla bunu türkçü söz yazanda atıram. Bu bahis olur ki, pişəvəri dövründə bir də insanlar qətliam olurlar. Qorxu düşür cana. Yetişir şəriət mədarı dövründən nəsl dəyişir. Bu da bir təhlildir. Kaş mən bu yazım bunu bir təhlil olaraq bunu gələn həftə üstündə danışaram. Teorilərimizdə bunu danışaram mən. Nəsl nə cür dəyişir və dəyişəndə camiən nəsl ilə dəyişir. Yəni bir camiənin, bir nəslin canına qorxu o qədər oturur ki, o nəsli daha cəsarət edə bilir. O nəsli dəyişməsə camiə dəyişə bilməz. İndi Güney Azərbaycanda şəriətmədarı qətliamından üzrə. Yəni şəriətmədar qətliam oldu, onun da aslında qətliamlar oldu, davam şərtli mollalar xəli libas oldular, Azərbaycancılar zindana getdilər, Azərbaycancılar edam oldular, Müzahid adına, Tudə adına, Fədai adına, tamam bu hizbilərdə olanları edam oldular. Azərbaycan bir qorxuya girdi. İndi Azərbaycanlı bir insan bu qorxuda istəyir canını qorusun. Canını qorumaq üçün nə etmək lazımdır? Birincisi budur ki, adın hüviyyətin gizliyə. Mən İnsafəli Hidayət deyiləm deyəm. Adın qoyaq, məsələn, bir dənə ad deyək da, məsələn, nə adı deyək? Dəniz, dərya, səhənd, savalan. Qız ya oğlan adı seçir özünə. Bəlli deyil ki, bu qız ya oğlan. Onun altında bir ad yazır, məsuliyyətdən qaçsın. Necə ki adın gizli, bu ədəbiyyat ki özümü gizlədim, mən tanınmayayım, məni tanısalar, tutarlar, zindana gedərəm, falan olaram. Bu bir tarixi qorxudur, 100 il. Yəni 5 nəsl ya 6 nəslimiz bizim qorxu ilə yaşadığı üçün, qorxu ilə yaşamaq, gizlənmək bizdə rəvanidir. Vaqiyyət budur ki, bu günləri Cumhuri İslamidə bugünkü qorxu Əhmədi-Necad dövründən və ya Rəfsəncani dövründən az deyil. Həman qorxu ki, Rəfsəncani dövründə var idi, Cəmc zamanı var idi, həman qorxu indi də var idi, hətta biraz indi azdır. Hətta biraz indi azdır. Çünki onda tək idik. Onda Rəfsəncani dövründə İranda axtarsaydı, bəlkə 100 dana, 150 dana türkçü tapardı. İndi biz onlar milyonuq, 15-20 milyon Azərbaycanlı var, deyirlər yaşasın Azərbaycan. İndi birini tutanda məndən qabaqçılar danışqaqdan atıldılar, dərsə qoymadılar oxuya, heç yerdə xəbərləri getmədi. Bu adam ulduzsu olubdur, bu adamı dərsə qoymayıblar, bu adam işdən salıblar. İndi bir adam öskürür, xəbər olur. Milli fəaliyyət bu qədər çoxalıb, milli insan bu qədər çoxalıb ki, hər yerdə vardı, hamından xəbərimiz olur ki, kimdə nə oldu. Biri öskürür, belə xəbərimiz olur. Milli hərəkətin xəbəri olur. Media genişləşibdir.
Hamı yaza bilir. Bizim zamanımızda məndən qabaqki nəsil ki zəhmət çəkirdi, onların dövründə daha çox vəziyyət xərab idi. Amma indi o 100 illik qorxu indi yıxılıbdı bunların canına. Bizim əksəriyyətimiz ki öz adımızdan işləmirik, lider olan var. Bizləri çıxın kənara. Çünki bir qorxaq adam lider olamaz. Bunları çıxın, hamısını qoyun kənara. Lider o adamlardan olar ki, məhsul deyil, məlumdur. Məlum fikir, məlum insan. Tamam? Mənim məlum fikrim var. Ya federalizmdir, ya istiqlaldır. Mən istiqlalçıyım. Məsələn. Fikrim məlumdur. Azərbaycanın istiqlalı. Ən əşası Azərbaycanın İran çərçivəsində qalsa da məxsus şəraitdə o cümlədən biri Azərbaycanın müstəqil ordusu olmaq şərtilə Azərbaycanın 100 il istemarın qarşısında müstəmri olduğu qarşısında qəramət aldığı şərtilə yüzlər milyard dolardan danışıram. Biz eləyə bilərik ki, gələk qalaq İranın içində federalist şəklində. Mən federalizmi rədd eləmirəm yəni əslində. Bir addımdır bizim millətimiz üçün. Bizim millətimizin hangi şey bizim millətimizin mənafeyi təmin, rahat, az həzinəni təmin edir, onun gərək qabağınızdan gedir. Tamam. Biri daha federalistdir. Federal fikri. İndi fikir məlum olursa, insan da məlum olursa, hər şey məlumdur. İnsanlar bilərlər ki, bu adam nə danışdı, nə dedi, nə istir. İndi fikir məlum olmayanda, insan da məlum olmayanda, bu da məhsullu fikir də məhsuldur. İstiqlaldan danışamıram, federaldan da danışamıram, hüquqdan da danışamıram, ana dilindən də danışamıram, məlum danışamıram. Hamısı məhsul yazıram. Məhsul nə deməkdir? Məhsul gizli deməkdir, üstü örtülü deməkdir. Deyir ki, mən deyirəm, bilən bilər, bilməyən də bilməz. Bizim camiəmiz belə bir şeylə müvafiq deyil. Hər sözün məhsul olanda onlar anlamı ola bilər, onlar mənası ola bilər. Məsələn, yazıram ki, bir dənə cümlə yazaq da, buradan bir türkü cümlə yazaq. Salam cənab-ı Hüseyin Əl-Əhvazi. Hüseyin. Bir dənə cümlə yazaq məsələn. Xəbərlərdə gəldi nöqtə ya virgül nə mənə o qazetin adı? Dəniz ya neydi adı? Allah. Dəniz dərgisi qapalıdır. Xəbərlərdə gəldi. Məhsuldur. Hangi xəbərdə? Harda? Ha zaman? Dəniz dərgisi məlum qapalıdır. Nədir qapalıdır? Nə oldu? Dövlət qapadı, dadgah qapadı, ittilaat qapadı, danışqa pulu yoxudu qapalıdı. Nə oldu qapadı? Hamısı sualdır, hamısı məhsuldur. Elə sonra da gələndə hamısı məhsul gedəcək axirəcək. O halda ki, eləyə bilirik, deyək ki, məsələn, xəbərləri gəldi, əvəzinci yazaq. Məsələn, burada dostlar yazmamışım, mən yazmışdım. Yazaq, dəniz dərgisi, məsələn, danışqahın rəisi əmri ilə dəniz dərgisi
Qapaldı yerinə yazılıb bağlandı. Ya qapaldı. Fail kimdir? Dəniz dərgisini bağladan kimdir? Məlum oldu. Bizim milli hərəkətdə müşkülümüz məhsul yazmaqdadır. Xəbərin məsələsində. Fikrimiz qorxudadır, qorxudan. Rəisi danışqa etiraz edər. Filan kəsə, biz xəbərimizi yazacaq, etiraz edəsin. Bizim vəzifəmiz xəbər yazmaqdır. Bəs bu bir dənə çox ciddi gəlin də bunu da bir yerdə yazaq, bu da bir şey olsun. İndi biz niyə məhsul yazırıq? Ki bir şeyi gizləyək. Nəyi gizləyirik? Mən haqqımı istəməyi niyə gizləyirəm? Haqqımı verməyən gərək qorxam. Mən niyə qorxam? Hə, onun əlində qüdrət var, tuta bilir, vura bilir. Bu doğrudur. Amma mən haqqımı istəyə bilirəm. Mən haqqımı istəsəm, yazsam bir qəhrəmana çevrilə bilirəm ki, başı uca və azad ölə bilirəm ki, başı uca və azad zindana gedə bilirəm ki, başı uca və azad yaşaya bilirəm ki, heç olmasa bu iftixar mənə nəsib olar ki, İnsaf Əli Hidayət məhsul danışır. Bu xəbərimiz çünki sizin əlinizdə yoxdur və bu qədər mən fikirəm, ya icazə bir üçün qısa xəbərdir, bunu mən oxuyayım. Bunun üstündə nəqd eləyək, sonra əlbəttə çox da çıqqılı deyil, uzun xəbərdir. 89-da bağlanıb, 97-dir. Nəzərimə belə gəlir. Yox, 89-da şey alıbdır, mücəvviz alıbdır. Dəniz dərgisinin yayımı Urmu Bilim Yurdunun dərgilərə baxan komitəsinin qərarı ilə yasaqlandı. Pəs bu yayımı yasaqlanıbdır, amma özü yasaqlanmayıb yadınızda, özü bağlanmayıb, fəqət yayımı bağlanıbdır. Yəni deyiblər ki, bir şumara ya iki şumara yaymayın, çap eləmişsiniz yaymayın. Dəniz dərgisinin, şaş bunu diyecək ola biləydi, mən qoya biləydim, siz görəydiniz, çünki bunun yazısı da gözəldir. Bu denədiyim qurulu, yəni o şura ki bunu bağlayıbdır, danışıqda komitə ki dedi, bilim yurdunun dərgilərə baxan komitəsi, o şura. Şuraya nə mənə olar, bunun görə adını yazaq. Normalda belə bir şeylə baxın, bir gözəl türkçə yazıq. Baxın, Urmu Bilim Yurdunun dərgilərə baxan komitəsi. Komitəsində yazmasıydı, şura yazsaydı, komitədən yaxçıydı. Qərarı ilə yasaqlandı. Yəni, bu şura. Adları yazaq. Adları tərcümə eləməyə ehtiyac yoxdur. Adları tərcümə eləmək bir dənə xiyanətdir, bir dənə qələt bir işdir. Ki, mütəəssifanə yaxçı xeyir niyyətlə, yaxçı niyyətlə başlar, nəticəsi Azərbaycanın zərərli olur. Hətta farsların zərərli olur. Yəni, bu cümlə mən sizdən xahiş edeyim, hər kəs ruznaməni qarlıq edir. Fars adların yazanda tərcümə edin. Mənim bir tanıdığım var, savadı yoxdur. Yəni, savad zero, sıfır. Əvvəl ibtidai savadı yoxdur. Həm də Kanadada yaşır. Kanadada biraz İngilisi dərs oxuyubdur. O həddə savadı var. Yəni, dərs, danışmaq savadı var. Dərs savadı yoxdur. Yəni, İngilisində yazamır. Deyəndə ki, yazıcının bilmir, hansısıdır. Çox zor seçir. Bu gözəl bir işi var. Dostlarla bir yerdə oturanda, toplananda içimizdə də bir-iki nəfər ingilisli dostumuz olursa, farsı sözləri tərcümə elər ingilisiyə. Çox gülməli coşlar çıxar. Yəni, o ingilislər də gülərlər, tozil verər ki, bunun adı nədir, onları tərcümə elər. Çox gülməli çıxar. İndi, gəlin görün biz əgər fars dilini tərcümə eləsək, Tehranı tərcümə edir. Şirazı tərcümə edir.
İsfahanı tərcümə edir. İranı tərcümə edir. İndi Kuruşun özünü tərcümə edir. Dariyuşu tərcümə edir. Yəni adları tərcümə edirsən, görəcək ki, tarix getdi aradan. Kuruşun adını məsələn qoyaq. Məsələn, mən bilmirəm Kuruşun anlamı nədir. Amma Kuruşu mən tərcümə edeyim burada məsələn. Divane Ademkoş. Bir müddət Kuruşun adını yazacaqsan, bunun qabağında Kuruş. Dırnaq arasında yazdıq. Kuruşun, bağışlayın, dırnaq dedim. Parantez arasında ya mütərizədə yazdıq. Kuruş. Divane Ademkoş. Kuruş. Bunu 2-3 il işlədəndən sonra Kuruş silinəcəkdir. Çünki o qədər yazıldı Kuruş Divane Ademkoş. Bunu da siləndə gələcək Divane Ademkoş. Divane Ademkoş deyəndə buna bir tarix düzəltmişlər Kuruş adına. Kuruşun özünün üstündə bir tarix var idi. Divane Ademkoş deyəndə o tarix yaddan çıxacaq. Adamların zehninə gələcəkdir ki, mənzur Kuruşdur. Amma Kuruş sözündə bir tarix düzəltmişlər, nağıl var idi. Divane Ademkoşda o nağıl yoxdur. Pəs biz adı tərcümə eləmərik, heç yerdə eləməzlər. Hətta Fars ədəbiyyatından. Ərəbcəni tərcümə eləməzlər, yazmazlar. Osman, ya Ömər, ya Əbu Bəkr, ya Əli, Həsən, Hüseyn, Fatimə. Heç birisi tərcümə olmaz. Heç görmürsünüz Həsənin qabağında yazılar ki, məsələn, İmam-ı Xoşgel ya İmam-ı Ziba. Heç görmürsünüz belə bir şey yazılsın. Çünki Həsən yəni gözəl, xoşgil. Heç görmürsünüz farslar yazarlar İmam-ı Xoşgel ya İmam-ı Ziba Fərmud. Hədisi ist az İmam-ı Xoşgel. İndi heç bir yerdə görmürsünüz farslar yazarlar ki Hüseyin'i istəyirəm yazam, istəyirəm bir yer atsam Hüseyin olsun. İmam-ı Xoşgel Küçülü Fərmud. Heç görmürsünüz deyərlər İmam-ı Xoşgel Küçülü. İmam Hüseyin yəni İmam-ı Xoşgel Küçülü. İmamın özü məsələn yox, Cəludar. Çünki rəhbər deyil ya, Cəludar. Cəludar Xoşgel Küçülü. Ərəbcədir və farsça yazaq. Cəludar Xoşgel Küçülü. Heç görmürsünüz məsələn deyərlər ki, Həzrəti Məsələn, Həzrət sözündə tərcümə edərik. Hala indi Həzrəti مورد ستایش قرار گرفته در حدیثی فرمودند. Bu kimdir? Hangi adamdan danışır? Həzrəti mورد ستایش قرار گرفته. Həzrəti Məhəmməd yeri. Həzrəti Məhəmməd bir hədisdə buyurdular. Həzrəti Məhəmmədin adını tərcümə eləsək bu olur. Əli. Yəni üst, yuxarı, bala. Bizim adlarda Fars, adda hətta Azərbaycanda mən görürəm, Balaxan. Balaxan, yəni kiçik xan. Amma bu bala sözü Farsça olan da baladır. Bala ilə balanın fərqi var. Baxın, ağızda deyiləndə bala, bala, bir də bala. Bala xan, yəni kiçik xan.
Ama Ağabala ne olur? Bir üstteki ağa. Türkçədə belə bir ad yoxdur. Ağabala sər yoxdur. İndi Həzrət ya جلودار بالا در نهج البلاغه فرمودند بله دیش İmam Əli'dən danışırıq amma o Ağabala deyil ki ad tərcümə olmaz. Bu bir böyük yanlış qələtdir ki mütəəssifanə Fars dili Türk dilinə fəqət bu işi görür. Məsələn heç vaxt yazmazlar ki مثلا آقای آهنگر در خیابان مثلا 16 زبان قدم میزد. Fikir edin ki bu bir dənə Amerikalı adamdır ya Avropalı adamdır, İngilisi addır. Xiyaban da cavana deyilir. İndi biz siz tərcümə edibdir. Ağay Ahəngər getdi İran tərəncüsünə. Daha siz burada fikiriniz bu Kanadada ya Amerikada ya Londonda yaşayandır. Xiyaban 16 cavan. Fikir edersiniz belki bu xiyaban bu plakıdır, bu da xiyabanıdır. Yəni bu da xiyabanın adı cavandır. Məsələn Tehran'da xiyabanın cavan var məsələn. Siz əslində heç vaxt bu atmosferi verməz sizə ki bu atmosfer Amerikada ya Kanadada, Torontoda bir xiyabandır. Bunu da bir ağanın yerine İran'da buna göre ki ağalığı da yazılar, tarixən belə yazılar. Yazılar Mr. Smith. Mısır'ın da yazarlar. Yani ağa. Smith Xiyaban 16 yangıda qədəm vururdu. Hamı bilər atmosferə düşərlər. Yəni kollo atmosferi hifz edirlər. Yoxsa siz bunu tərcümə eləsəz, bir dənə Ruma Amerikalıqdan çıxa gələr olar Avropalı və əslən məna verməz. Pəs bu da tərcümə üçün ki biz adları tərcümə eləməyək, amma mənim özümün təklifim, pişnahadım budur ki Farsi adları tərcümə edək. Yazdıqlarımızda adları tərcümə edək. Əli Əkbər Haşimi Rəfsənzani yazaq hocam bunun adın Bala Əkbər oldu da Əli Əkbər Bala Bozorg Rəfsənzani. Çünki bunu Rəfsənzanini bilmirəm nəyə tərcümə eləmək olar. Rəis Cumhur məsələn بعد از جنگ مثلا بالا بزرگ رفسنجانی علی اکبر رفسنجانی görün ki nə qədər gülməli olar. Əslində çox olar. Və görün Fars dili nə qədər təhqir olar. Fars dili nə qədər təhqir olar. Bu da bu. Mən icazə buyurun bu sıxın bir şey olsun ki siz ya sonra da dostlarımız bunu görsələr onlardan onun üçün bir xəbər qoyun və əlbəttə yarım saatda keçirmiş öyle belələdiyini. Bir dənə xəbər indi gördüm. Burada yazıblar ki teatr sevənlər üçün xoş xəbərlər var. Antigon nümayişinin təmrinləri başlandı. Bu nümayiş Türkçə səhnəyə gedəcək. Yazar Jan Anovi, çevirmen Monire Ekberpuran, yönetmen Ali Puryan, oyuncular Kamyar Şekibai, Sehra Firuzi, Reşat Muini, Sena Purseyidi, Minan Panahi, Babək Mahmudi, Cabir Fəllahzadə Fəllah, Mujgan Purxurşidi, Ramin. Ramin'inki yazılmıyor turda dedi. Elə bir belədir bu xəbər, gözəl bir xəbər olardı ki, biraz şey olsaydı.
Bir dənə də əksinə bunu koyublar, amma bunu mən dostumuz zəhmətli ki, Türkçe yazıb, elə bunu sizə burada mən göndərim. Bu xəbəri buradan açın lütfən. Bilmirəm, hamımız ata bilərsiniz, bunu gələ hətmə şeyiz ola, Instagramımız ola, atıla. Bu Instagramda gələn bir xəbərdir. Titri vurub deyil dostumuz. Təbii ki, Instagramda yazır da. Instagramda yazdığı üçün herifəyə yazmır. Herifəyə yazmadığı üçün titri də qəşəng vurmur. Yazıb teatr sevənlər üçün xoş xəbərlər var. Məsələn, nə demək olardı? Teatrın adını bilseydik, məsələn, yazardıq ki, buna titr vurardıq. Məsələn deyirəm, məsələn, indi bunun adı dediyinə nədir? Antigon. Antigon bilmirəm nə deməkdir. Onu çox üzr istəyirəm, bilmədiyim üçün də və teatrında şeyində olmadığım üçün, içində olmadığım üçün görəm nədir, bir şey deyəmirəm. Amma məsələn, Antigon nümayişi ya Türkçe Antigon nümayişi yoldadır mesela. Türkçe Antigon nümayişi yoldadır. Əlbəttə titrdə nöqtə istəməz. Yəni gəlir də. Ondan sonra buna bir qısa şey veririk ki, bunun yazarı kimdir? İndi burada dostumuz yazıbdı, icazəsilə mən gedim ona baxım. Yazıbdı ki, Antigon, Antigonu dırnaq arasında salıbdı, sağ olsun, mən də salam. Çünki bilmirəm nədir, özdə adıdır hətmən, İran teatrının nümayişinin adıdır. Antigon nümayişinin. Əgər nümayiş özü nümayişdir, heç nümayiş olmasa şeydir, əlbəttə bəllidir ki, bu nümayişin adıdır. Onun üçün yaza bildik. Antigon nümayişinin təmrinləri başladı. Nöqtə. Bu nümayiş Türkçe səhnəyə gedəcək. Gedəcək, düzdür gələcəkdə olur. Gedəcək, yəni cək, gələcək anlamındadır. Gələcəyin ayəndənin əlamətidir. Hangi kəlmədə gəlsə, cümlədə gəlsə, onu ayəndə eləyə bilər. Gedəcək, getmək özü keçəcəkdadır. Getdim, o getəcəkdə üz veribdir. Amma gedəcək, gələcəkdə gedəcək. O feillərdəndir ki, sevməlidir. Gələcəkdə gedəcək. Ayəndədə gedəcək. Çox gözəl feilidir bu gedəcək ki, yazıbdır. Mən sevdim doğrusunu desək. Bu yazının, bu feilin mən özüm az işlə dərdim və özümə də əcib gəldi biraz, amma sevdim. İndi ondan sonra tozih verir yazar Jean Anoy, yəni bunu yazan xarici bir nümayişin yazarı var. Çevirmən Münirə Əkbərpur xanımdır. Mən olsam burada yazaram xanım. Əgər bu dostumuz heç kəsin adının qabağında ağa ya xanım sözün yazmırdı. Mən bu günləri dostların biri ilə yazılaşırdım. O mənə yazdı ki, paşam ya paşa. Mən ona yazdım xanım. Bir dənə xətt deyiləm, bunu qoyun qəşək yazın, qəşək görsənsin. Xanım. Yəni, mənim xanım. Mənim xanımsam. Xanım sözü xan və mənim xanımı olmaqdan gəlir. Biz bunu işlətmişik. Məsələn, bu mənim özümə çox cəlib gəldi. Söz gözəl olanda onu işlətməyi daha çox olar. Bir də biz jurnalist dərs oxuyanda bizə ustadlarımız məşq verərdilər. Məşqimiz, əlbəttə onların ki, əlaqələri çox idi, bu məşq yazarlar. Deyərdi, yolda gedirsiniz,
Bu xəbər bundan bizə ad olduqları üçün heç ehtiyacı yoxdur ki, davam verəm, fəqət bu qədər görər. Dostumuz bir xəbər elə bir mənə göndəribdi. Fikirləyirəm, baxım görüm bu xəbərdir yoxsa linkdir. Linkdir, mənim bərnaməmi. Sağ ol, təşəkkür edirəm Haray qardaş. Çox gözəl də background qoyursunuz. Təşəkkür edirəm, çox gözəl olur. Çox sağ olun. Bizim dostlarımızdan Haray saytı açan dostumuz saytıda mənim bu ruznamə dərslərimi canlı olaraq yayır və sonra da qalır orada dostlar eləyə bilirlər, oradan da görərlər. Əlan linkin mənə Facebook'dan attı, mən də buradan gördüm, təşəkkürümü də elədim. Bir şey girdim, yadımdan çıxdı. Hafizənin şeyliği da belə. Arz edeyim ki, bir dənə xəbər mən sizə buradan atım icazəsinə. Bu xəbər kopya eləyək. Ben paste eləyim və xahiş eləyim bunu atın. Bu xəbər hangi saytdan? Saytın adı biraz uzundur. İran-Azərbaycan türkcəsinin ədəbiyyat otağı. Belə nəzərə gəlir ki, bir zaman bu xalqın otaqlarındaymış. Bəli, 5 il bundan qabaq, düzdür. 5 il bundan qabaqdan, yəni 6 il bəlkə bundan, 1391-də bu xəbər ki, oxuyacağım, onda yayılıbdır. Yaşasın Azərbaycan, bəlkə də saytın adı Yaşasın Azərbaycandır. Bəli, weblaqdır bu ehtimalən, web saytı da deyil. Azərbaycan uşaqları üçün yeni işlər, yeni xəbərlər. Titri budur. Azərbaycan uşaqlar üçün, Azərbaycan uşaqlar üçün bu, diqqət buyurun, Azərbaycan uşaqlar üçün yeni işlər, yeni xəbərlər. Yeni işlər, yeni xəbərlər. Titr budur. Əvvələn Azərbaycan uşaqlar üçün olmaz. Azərbaycan uşaq deyil. Bu sözdə bir dənə i qalıbdır. Yer qalıbdır. Azərbaycan uşaqları üçün, yəni Azərbaycanın uşaqlarına yeni işlər, yeni xəbərlər verilir. O cür yaza bildik ki, Azərbaycan uşaqları üçün, indi, baxın, Azərbaycanın malikiyyət Azərbaycana gəlir. Uşaqlarına, mən bunu indi buradan silsəm, Azərbaycanın uşaqlarına üçün də buradan gedər, görürsünüz tıqqıllaşır. Yeni işlər, virgül, yeni xəbərlər. Belə yazanda cümlə həm qısa olur, həm gözəl olur. İndi, istəyaq da yaxşı kimi yazaq, Azərbaycan uşaqlarına yeni işlər, yeni xəbərlər, genələ cümlə düzdür. Azərbaycan uşaqları üçün yazanda bir dənə kəlmə izafə olur, uşaqları gərək yazılar bunda. Üçün, bir dənə kəlmə burada izafə olur, yeni işlər, yeni xəbərlər. Pəs buna da diqqət eləməli yox. İndi, amma burada nə çıxır? Bu yeni işlər nə mənədir? Yeni xəbərlər nə mənədir? Titrimizdə gərək elə işlədək ki, yeni işlərdən bir şey bəlli olsun. İndi görək burada nə çıxdır? Üzümüzə gələn ildə, o zaman, Balaca Xuxan yazıbdır, baxsız yer ora, Balaca Xuxan, Balaca Xuxan.
iki dənə məsələni danışacağım. Balaca Xuxan bula boldu yazılıb, yəni qərə yazılıbdır. Ehtiyacı yoxdur onda dırnaq arasına salaq. Çünki rənglə həman bu işi görürük. Bu bir. Yəni, əgər bizim web saytımızda, weblogumuzda, Facebookumuzda imkanımız ola ki, ya rəngi məsələn qərəldaq, ya qırmızıladaq, ya bir ayrı rəng edək, ya yoğunladaq hərfi. Görürsünüz, burada yoğunlaşıb da həm də qərələşibdir. Ehtiyacı yoxdur, bu dırnaqları gətirək. Amma əgər imkanımız yoxdur, hətmən bu dırnağı gətirəcəyik, nəqli qoru, bunu gətirəcəyik, bəlli olsun, balaca Xuxan. Bu bir. İki. Avropada və Amerikada və Kanadada kitabların adı qorxuducu olmaz. Mütəəssifanə bizim İranda yaşayan millətlərin nağıllarının hamısı qorxuducu olur. Yəni, nağılların adı da, içi də qorxuducu var. Uşaq nənədən doğandan nağılı eşitdikcə axirəcən qorxur. Mənim yadıma gəlir, 14 yaşım vardı, evdə qorxanda pərdənin o ya eşidən məsələn bir bulut gedir, onun kölgəsi düşəydi bizim divara, gecə sübhəcən yatmazdı qorxudan. Qorxu keçmiş canımıza. O qədər uşaqlıqda qorxu nəqil demişdilər ki, nənə görürsən, alır babasının qucağına, böyük uşaqlara nəqil deyir, yadından çıxır ki, buradakı bu cıqqılı uşaq eşidir, bunun iki qulağı var, düşünməsə də eşidir. Yazılır bunun zehnində, bunun zehni bunu zəbt edir. O uşaqlar qorxanda bunun gözləri çıxır kəlləsinə. Sən 4 yaşında, 5 yaşında, 10 yaşında uşağa qorxulu nəqil deyərsən, damdabaca deyəndə uşaqlar qorxudan ölərdi. Uşaq nə bilir damdabaca olar ya olmaz. Damdabaca bilirsiniz, bir dənə dəlikli damda olar, səxfidə olar, tavanda olar, tavandan tüstü çıxsın eşiyə və işıq düşsün içəriyə. Qədim pəncərə yox idi, şey qoyardılar. Buna görə ki, düşmən gələndə ya oğru gələndə rahatca evi qarət eləməsin. Bir qapı olardı, bir dənə baca olardı. Baca da çıxqıda olardı, bir uşaq girə bilərdi, böyük adam girənməzdi. Amma uşaq bunu bilmir. O zaman ki, sən qorxudursan, qorxulu ləhcə ilə, halətlə bilirsən, damdabaca gəlir səni yesin, səni aparsın. Uşaq ömrünün sonuna qədər qorxuda yaşayacaq da bilməyəcək ki, harada, niyə qorxur. Amma qorxudan o qədər ruhiyyəsi aradan gedəcək ki, heç vaxt eləyə bilməyəcək. Cəsarət ilə haqqı üstündə danışaq. Dünən biz bir yerdəydik, İsrağa Gündəzatda, yəni bu neçə gün bundan qabağın içində bir dənə xanım istəyirdi, bir dənə İngilisiyə tozih versin ki, mən uşağımı tərbiyyət edəndə bilgiyə tərbiyyət eləmişəm. Deyirdi, Farsı da özdə, deyirdi ki, vaxtı mən İngiliscə hələ bunu deyir, istəyəm bu türkçəsini deyəm. Deyir, o zaman ki, mən istəyirdim uşağımı qorxudan, İranda biz Əfqanlılara əşığa görərik. İngilisli bir adama tozih verir. Özdə fikir verir ki, gözəl bir iş görübdür. Əlbəttə, adamın da qız dostudur, məsələn, Kanadalının qız dostudur. Amma istəyir ona İngiliscə, o sınıq-salqıq İngiliscə tozih versin ki, biz nədir nəcət pərəstdir. Və nəcət pərəstlik bizim nə qədər uşaqlarımızı qorxutmaqda təsir olubdur. Amma bunu bilmir deyir. Bəlkə onu iftixar olaraq deyir ki, biz uşaqlarımızı tərbiyyət eləyəndə deyərdik ki, Əfqanını gələr səni yiyər ha. Əfqanı miyad mixorət edir. Və o uşaq da yanındaydı ki, Yekəli indi olub 28 yaşı. Deyirdi, mən hala həm bitərsən. Eyni halda ki, bunlar bilmirdilər ki, nəcət pərəstliyi bir dənə Kanadalıya dedilər ki, o bunu eşidəndə gözləri çıxdı kərəsində. Necə ki, siz məmləkətinizdə deyirdiniz ki, Əfqani miyad mixorət edir. Bu qədər dərin bir nifrət və tənəffür ayrı millətlərdən gəlibdir ki, insanlar qorxutmaq üçün işlədilir. Pəs bu fərhəngi kitablarımıza yazmıyaq. Üzümüzə gələn ildə virgül Balaca Xuxan ekibi
pişqaman pəjuhişmədar şey arasında qoyubdur. Ekip nə deməkdir? Ekipi. Ekip bir qrup deməkdir. Dəstə. Qrup, dəstə, sürü, neçə nəfər, bölüm, ərtəşdə orduda bölüm də demək olar. Baxın, ekip yerinə bunu işlətmək olar. Yəni, ehtiyacı yoxdur, biz xarici kəlmə işlədək ki, bizim xəbərimizi oxuyan onunla biraz tanışdır. Və eyni halda da xarici sözdür. Özcə sözüdür, biganə sözüdür, fars sözü ya ayrı bir söz, bizim dilimizin sözü deyil. Mən dünənləri bir dana səhifə gördüm, yazmışdı ki, Farsi ra pas bedarim. Nə Farsi ra pas bedarim. Farsı dilin pas eliyaq. Yəni, Farsı dilin saxlayaq. Farsıdır. Niyə? Farsı dili yoxdur. Onların f ərəbcədir. Ərəb p demədiği üçün f deyibdir. Olubdur Farsi ra pas bedarim. Deyir ki, biz Farsı dilin, baxın, nə qədər gedib qaba-qabalarda milliyyətçilik də bizdə nə qədər dalı gedir. Yəni, bunların taza qrupları çox nasyonalistlər. Yəni, əcibə ifrati Hitler bunların yanında dalı ciblərində qalacaq. Eğer bunun üzündən ki, görürsünüz, Suriye'də, Əraqda, Kuveyt, hər yerə ki, girirlər, savaş aparırlar. Çünki çox əcibə bir Hitleri bir şeyləri var, ruhiyyələri var. Ekip yerinə öz dilimizdə olan sözləri qoya bilirik. Pişqaman pəjuhişmədar. Bir dana qruhun adıdır. Onun adını salıbdır dırnaq alasına, çox gözəl, rəngini dəyişməyibdir. Nəşriyyatı ilə birlikdə Balaca Xucan ekibi, Xuxan ekibi, bir dana bu ekibdir, hətmən, bir qruhun adıdır. Pişqaman pəjuhişmədar, o da bir nəşriyyələrin adıdır. Pişqaman pəjuhişmədar. Nəşriyyə çıxadırlar hətmən. Birlikdə Kəpənək adlı kitab və pərhənci məhsullar yayın sistemini yola salacaqlar. Kəpənək. Kəpənək. O ki deyirdim, ha, əsəsinə bir şey çıxartmalı yox. Təbrizdə gördüm bir dana xanımla yazılaşırdım. Gördüm yazır ki, məsələn, kəpənək. Kəpənək. Ələri bu eynilə yazır. Mənim nəzərimə bu eyni ondan edən yaxçıdır. Çünki bu ayırır, bu eyni yapışdırır. Həm bu ədi, bu ədəyir. Onun üçün bu eyni ondan yaxçıdır bizim dilimizdə. Amma təbii ki, biz özümüz bir ayrı əlamət yarada bilirik. Ki, bu da olmasın, o da olmasın, amma kəlməmiz də bir-birinə yapışdırsın. Çünki bizim dilimiz ərəb əlifbasında o huruflarla yazılır ki, bir-birinə yapışıqdır. Zalibdir, geçen həftə bir dana broşur gördüm Kanadada. Kompüter broşuru. Broşur ərəb əlifbasındaydı. Amma tamamı ərəb əlifbası soldan sağa və dənə-dənə yazılmışdı. Yəni, nə qədər oxudum ki, bunu bir dana kəlməsin baş tapan nədir? Məsələn, kəpənəki belə yazmışdı. Yazmışdı kəpənək. Və bu başdan o başa yazmışdı. Baş tapırdım ki, yəni nə mənə. Amma belə bir broşur gördüm və ayrı dildə də yazmamışdı. Təəssüfənə o broşurun İngiliscəsi də yox idi, Fransızcəsi də yox idi. Fəqət ərəbcəsi idi, o da çox yanlış yazılmışdı. Pəs Kəpənək adlı kitab və pərhənci məhsullar yayım sistemi yola salacaqlar. Bu qurumlar bir dana Kəpənək adlı bir sistem yola salacaqlar. Bu pərhənci məhsullar sistemi
Məhsullar. Məhsul özü cəmdir. Bizim kəndə hasıl deyərdilər. Hasıl. Hasil də bəlkə ola bilər. Amma bizim kənddə buğda yığanda deyərlər hasılı götürdük. Yəni yığdıq qutardı. Məhsul özü cəmdir. Yəni məsələn deyək ki 1 milyon dana kompüter düzəlibdi. 100 min dana maşın düzəlibdi. Məhsuldur da, məhsul odur. Yüzlər şeyə deyək, milyonlara da demək olar. Hasıl da odur. Hasil də ki, genədə də həmandır. Yəni, o şeydir ki, nəticədə bir tolidin sonunda ələ gəlir. Gəlib və gələcək. Bunun üçün bunu cəm yazmaqsaq olar. Ehtiyac yoxdur ki, fərhəngi məhsulları İlla bu ki, məsələn, bir kitab göndərəcəklər, bir dənə də, məsələn, CD verəcəklər, bir dənə də konsert verəcəklər, belə bir şeylər, məsələn, bəlkə belə bir şeylər, onda gənə adın yazaq. Yəni, onların hər birisinin adını yazaq. Sisteminin təriqi ilə, təriq sözü yoldur. Təriq yoldur. Eyni halda təriqi yön, təriq yön sözünün yerinə işlətmək olar. Türkçədə. Üzü ilə təriqin yerinə bəzi cümlələrdə üz işlətmək olar. Azərbaycanın dörd bir yanında, həm də Tehranda yaşayan uşaqlar müştərək olmaqla ayda bir dönə kitab, dərci və başqa məhsullar post vasitəsilə alacaqlar. Cümlə biraz uzundur, kaş bu cümlələri biraz qısa yazsaydı, gözəl görsənərdi. Bu fərhəngi məhsullar sisteminin təriqi ilə Azərbaycanın dörd bir yanında, həm də Tehranda yaşayan uşaqlar müştərək olmaqla ayda bir dönə kitab, dərci və başqa məhsullar post vasitəsilə alacaqlar. Cümlə biraz uzun, mənalar biraz qatışıq, amma gözəl eyni halda. Qısa yazsa, 2 cümləyə, 3 cümləyə bölsə qəşəng çıxar. Bu tərihin adı o səbəbdən kəpənək qoyulubdur ki, bu ki yazmasaq da olar, qoyulubdur, virgül. Yəni, burada ki eləyə bilirik, yazmayaq, cümləmiz qısa görə, olubdur, kitablar uça-uça kəpənəkdə müştərək olan uşaqlara çatacaqlar. Kitablar uça-uça, yəni postunda uça-uça ki olmaz. Post vasitəsilə kəpənəkdə, yəni o sistemdə, indi burada kəpənək burada düz anlam vermir. Çünki orada bir tane şeyin adı oldu, məhsulların adı oldu. Məhsulun adı olsa kitablar uça-uça kəpənəkdə müştəri olan uşaqlara çatacaqlar. Bu cümlə düz deyil, kəpənəkdə olmayacaqdır, müştərək olan uşaqlara çatar. Çatacaqlar demək olar, cəmdir. Çünki kitabları düz yazıbdır, bir baxın. Bəli, düz yazıbdır. Kitablar çatacaqlar da ola bilər. Amma kitablar çatacaq da olar. Yəni, ehtiyacı yoxdur ki, ərəb kimi bu da cəmdir, bu da cəm olsun. Bizim dilimizdə bu cəm olsa, bunun cəm olmağa ehtiyacı yoxdur. Kitablar çatacaq. Yəni, kitab burada feilinə ehtiyacı yoxdur ki, cəmlik və müfrətlik sahəsində birləşələr. Mən istirdim bir ayrı xəbər də oxuyam, amma nəzərimə gəlir ki, 1 saatı doldurduq.
1-2-3 dəqiqə içində bunu mən oxuyayım, bir paragraf heç olmasa tutaraq, sonra qutaraq geçsin. Bu da bu qisməti. İndi deyir ki, vasitəsilə ehtiyacı yoxdur. İndi burada əlbəttə bahara getdi. Mən bunu qatışdırdım. Vasitə sözü də ərəbcədikinə bizim türkcəmiz deyil. Vasitə üstəki cümlədə idi. Vasitəsi ilə. Yol burada olar, səbəb olar. Onu deyirdim, bizim ayaqları yanından çıxdı. Bizim ustadlarımız bizə deyədilər ki, o zaman ki, istəyirsiniz yoldaşlarınızla yol yeriyəsiz, o zaman əvəzin ki, tartan-partan danışasınız, oradan-buradan danışasınız, gəlin lüğətləri ki, danışırsınız, ağzınızdan çıxır, onların mütəradiflərin, həm mənaların tapın işlərin və mütəzadların. Yəni, deyin ki, vasitənin, mən bu cümlədə dedim ki, məsələn, kitablar post vasitəsilə satacaq. Vasitəsinin yerinə nə mənə demək olar? O sözləri ki, vasitənin yerinə demək olar, onu, və o sözləri ki, vasitənin ziddidir. Onları da deyirik. Həm lüğətin özü, həm bundan həm məna olanları, bu da həm bundan zidd olan sözləri ölçəşdirik. Yəni, bir növ intellektual, bir növ ziyalılıq oyunu, ədəbiyyatda ziyalılıq, dildə ziyalılıq oyunu, bu çox gözəl bir oyundur. Mən bunu 4 il oynamışam. Fars dilində, onun üçün Fars dilində mən mütəəssifanə çox güclüyəm. Tamam. Bu tərhin adı o səbəbdən kəpənək olacaqdır ki, gəldi. Oracan kəpənək sistemi, sistem özü də yenə də bizim lüğətimizdəyir. Sistem sözü xarici bir sözdür. Bunun yerinə biz türkcə yazmalıyıq. Sistem. Fikirdə olsa düşüncə yazarıq. Məsələn, düşüncə. Dəstgah yazarıq. Düşüncə dəstgahı. Yəni, sistemə fikri, düşüncə dəstgahı. Sistem əgər özü, mənzur bir dənə, məsələn, adam canıdır. Adam canı, yəni, məsələn, sistemə bədəni insan. Yazabilir ki, elə o insan canının dəstgahı. Yəni, dəstgah sözü, sistem sözünün yeri bizim dildə. Fars dilində yox. Bizim dildə hətta dəstgah da deyil, dəzgahdır. Dəzgah bizim dilimizdə. Məsələn, biz il məhsəlanlar dəzgahımız olar. Dəzgahımız olmaz. Dəzgah nədir? Dəzgah bir dənə maşın sistemdir ki, o bir şəraitdə onun hamısı qurular, uşaqlar ya böyüklər onun üstündə otururlar, işlərlər. Kulli bu sistem, yəni adamlarla bahəm adı dəzgahdır. Baxın, bir dənə mənim bu şeyi görürsünüz, ya görmürsünüz, mən bunu bir görə bilsəydim, burada mənim bir dəzgahım var. Bu yaşıl parça ki, burada görürsünüz, bizim əgər dostlarımız o linki qoyublar, mən o linki qoysam, siz oradan da bunu qəşəng görərsiniz. Daha yaxçılar, icazənizlə mən onu, dostumuz o zəhməti çəkibdi. O hardaydı? Aha. Yox, iştibah elədim, bu deyil. Onu istəyirəm ki, bunu qoyam, siz görəsiniz. Və bunu burada mən kopyalıyım. Sizlər bunu burada görün. Dostumuz bunu o Haray web saytında və səhifəsində görürsünüz. Baxın, mən əlan burada canlı dəst deyirəm. Canlı qoyublar mənim arxamda bu deyil. Siz bu əksi görmürsünüz. Bu pərdəni görmürsünüz. Bir ayrı sistem görürsünüz. Bir ayrı dəzgah görürsünüz. Tamam, baxın, diqqət buyursaq. Bu ki, indi siz burada görürsünüz. Bunun 2 dənə payası var böyürlərdə. Bir dənə üstdə bir şey var. Bir dənə aşağıda var.
bunların parçaların arasındadır. İndi fərş də belə bir şeydir. Ondan sonra fərşin qabağında bir təxtə bəndi olar. Təxtəsi olar, onun üstündə oturarlar, bir nəxşəsi olar, bir iplər asılar oradan göydən filan bəhmən. Bunun hamısına dəzgah deyərlər. Hətta o uşaqlar onun üstündə oturanda, yox, böyüklər ki, onun üstündə oturarlar, biz uşaq məsələrdıq, oturarlar, eşikdən gəlirlər, kolli bu təşkilata adam qarışıq dəzgah deyərlər. Sistem. Farsı dilində bu sistem, bu dəzgah beləsi deyil. Dəzgah ibarətdir fəqət o maşından. Maşın və maşının kolli hər şeyinə demir dəzgah. Kompletinə deyir dəzgah. Yəni onun içində. Amma dəzgah deyəndə siz onun içindəki tək-tək şeyləri görməlisiniz. Biz bunun yerinə dəzgah deyə bildik sistemin yerinə. Maşında da deyə bildik fikirdə düşüncə dəzgahı. Mən əgər iştibah eləməsəm, Türkiyədə də dəzgah deyilir. İştibah eləməsəm, bəlkə iştibah edəcəm. Bu da indi biz çox rahatlıqsa, məsələn, bu sistem sözünə yoldaşlarımızla xiyabanda gedirik. Sistem sözünə nə deyərlər? Türkcə. Soruşaq bir-birimizdən. Day nə deyərlər? Day nə deyərlər? Daha nə deyərlər? Bir ayrısını da tapaq. Bunun ziddinə nə deyərlər? Məsələn, bir dənə dəzgah xərab oldu. Ya bir dənə dəzgah parçalandı. Tükə-tükə oldu. O dəzgahın sökülməsinə nə deyərlər? Dəzgahın olmamasına nə deyərlər? Bir nəfərin bir dənə stratejisi yoxdur, yəni dəzgahı yoxdur. Fəqət gündəlik yaşır bu adam. Gündə də fikri yoxdur ki, nə edəcəkdir? Qabağa nə gəlsə o cür yaşayacaq. Bu adamın sistemi fikrisi nə cürdür? Adı nədir? Bunlar o şeylər ki, biz bunları danışa bildik və bizə bir yaxşı məşq olar, dağa çıxırıq, yol gedirik, yazı yazırıq. Mənim... Aha, tamam. Kəpənək sistemi Pişqaman Pəjüheşmədar nəşriyyatının çap etdiyi... İndi baxın, Pişqaman Təbrizdə zahirəndə, yaxud Azərbaycan bölgələrindədir. Belə bir şey. Bu Azərbaycandan gedəcək Tehranazda. Bundan deyirəm Azərbaycan. Çünki Tehranda olsaydı, Tehrandan gələrdi Azərbaycana. Burada uça gedəcəkdir Tehrana filan. Bu sistemin adında bir irat var. Pişqaman Pəjüheşmədar. Niye Türkçe koymayıplar bunu? Araştırma öncülleri. Araştırma öncülleri. Pişqaman Pəjüheşmədar çox belə məsxərə bir ad. Farsı mürəkkəbləri bir dənə adlı qoyublar ki, mütəbbiz olanlar. Amma Azərbaycanda sən yaşırsan, Azərbaycana, uşaqlara, türkçe dilində şey çıxılacaqsan, adını farsça qoyursan. Sənin stratejin buradadır. Taktikin məcəllə çıxartmaqdır, dastan yazmaqdır, ruznamə çıxartmaqdır, bir ayrı bir şeydir. Sənin stratejin budur. Sənin stratejin farsça olanda sən türk xidmətində ola bilməsən. Türk xidmətində ola bilməsən, bəlkə də gələn nəsillərimizə bir tələdir. Bir paragrafı qutarım, bu tarafda heç olmasa. Pişqaman nəşriyyatının etdiyi uşaq kitabları ya ekipin təyidinə yetişən başqa kitabları üzv uşaqlar üçün göndərəcəkdir. Tamam, yəni bu mərkəz bir dana əslində çox da fərhəngi mərkəz deyil, satıcı mərkəzdir. Bu çox şeyi özü tolid eləməyəcək. Bəlkə bir ayrı kitabları tapacaqdır, onları satacaqdır. Yaxşı. Kəpənəkdən əlavə balaca Xuxan ekipi
və pişqaman pəjüheşmədar nəşriyyatının iş birliyində başqa fərəngi məhsullar, o cümlədən muzikal xuxan nağılları, karton dubləsi, şəhərlər dərgisi və yaranması da planlanmışdır. Elə dediklərim iradlar burada vardı, amma planlanmışdır. Planlanmışdır. Planlanmışdır məchul feilidir. Məchul yazmaqdan gəlir. Məchul feili işlətməyək. Bu bir. Plan sözü, plan, əslində nəxşədir. Planlanmışdır, yəni nəxşə tökülmüşdür. Hədəflənmişdir, amaclanmışdır, qoyulmuşdur, vurğulanmışdır, nə bilim. 50 dənə bunun yerinə söz var. Amma biz niyə gəlirik bu xarici lüğətlərə bu qədər əlaqəmiz var? Necə ki, məsələn, indi həmin bu mərəzçılıq nümayəndələrin, müdürlərin, şura şəhərlərinin canına düşübdür. Cümlələrin əvvəldən axırdan qulaq asısız, heç olmasa çalışırlar ki, deyir ki, biz Badustan az Ərdəbil gəlirdik. Siz qələt edirdiniz, Badustan az Ərdəbil gəlirdiniz. Ya türkü danışmayacaqsan, ya da türkü danışacaqsan. Ya farsı danışacaqsan, ya farsı danışmayacaqsan. Sən həqqin yoxdur gələsən, türkülü farsı danışasan, farsını da qələt. Nə farsı danışırsan, nə türkü. Kəpənək, bütün Azərbaycan sevər uşaqlar yazıcı və şairlərini bu qrupun gücləndirməyə, bu qrupu gücləndirməyə dəvət edir. Cümlə qısa qəşəng, bu ilki dünya ana dili günü ilə bərabər rəsmi olaraq elan edilir. Görürsünüz, məchul cümlələr. Kim elan edir bunu bilirik. Niyə? Bu məchulluq bahis olub ki, İranda bir dənə fikir yaranıbdır. O da bu ki, tamami rəis cümhurla gəlirlər, biz ifşa eləyəcəyik. Fəsadları, rantları, amma ifşa eləmirlər. Niyə? Bir dənə fikir çevrilib təəssüfənə bu məchulluq. Məchulluq qoymaz ustasısın. Çox təşəkkür edirəm bu hissədə də məndən olduğunuz üçün. Sizə can sağlığı arzulayıram. Sağ qalın, səlamət yaşayın. Hələlik.